Mən buradan səslənirəm ağ saçlı xanımlara. Nə demək istəyirəm? Kimin ağları varsa, kimin saçlarında ağ çoxdursa, baxın, görün xanımın saçları rıjılı, dibləri ağlı qaralı, qabaq isə ağappaq olduğuna görə görün nə gözəlliyində bir balyaj elədik. Xanımın saçlarını ağ saçlar üçün olunan balyajlardan elədik. Çünki xanımın saçının qabaq hissəsi ağappaq idi. Saçına da güya ağ saçlar üçün rəng eləmişlər, amma rıp-rıj eləyib qoymuşlar ora. Və biz xanım saçlarına balyaj edərək çox gözəl bir işləm ortalığa çıxartdıq. Görün, bütün rıjlığı yığışdırdıq və möhtəşəm bir işləm ortalığa çıxartdıq. Burada nə oldu? Ağ saçlar üçün olunan balyaj oldu və gözəl bir kəsim etdik. Kimin ağları varsa, bax, kimin saçlarında 80%, 90%, 70%, 60% belə ağ varsa, bax, bu rənglərə müraciət edə bilər. Çünki tünd rənglərdə həftədə bir dəfə kraska tələb olunur. Ən azından biri 10 gündən bir kraska tələb olunur. O da çox bezdirici olur. Bəzi xanımlar var ki, doğrudan da gürcə bezir. Ağ saçlarını buraxırlar, çox biədəb görünür. Saçın dibi ağappaq, ucları tünd və nə məsləhət görərdim? Kimin ağları varsa ona uyğun bax bu rəng edə bilər. Doğrudan da ağlardan demək olar ki 3 aydan bir yüngülvari ağları ütmək üçün kraska qoya bilərsiniz.